Salam. Biz bugün həndəsi fiqurlardan düzbucaqlı sayının tapılma qaydasını öyrənəcəyik. Gəlin keçid edək suala. Əvvəlcə sütun və sətir sayını tapaq. Nömrələyək. 1, 2, 3, 4, 2, 3. Nömrələdikdən sonra sütunu nömrələdiyimiz rəqəmlərin gəlin-cəmini tapaq. 1 üzərinə gələk 2, üzərinə gələk 3, üzərinə gələk 4. Eləyəcək bizim üçün 10. Sonra isə sətir saylarını nömrələdiyimiz rəqəmlərin cəmini tapaq. Eləyəcək 6. Sonda isə bunların hər ikisindən aldığımız nəticəni bir-birinə vuracağıq. 10 vuraq 6, o da bərabərdir 60. Deməli, yoldaşlar, bu fiqurda ümumi olaraq 60 dənə düzbucaqlı var. Deməli, düzbucaqlı sayının tapılma qaydasını öyrəndik. Bunu bilsəz, bəs edir. İkinci şəkildə isə düzbucaqlı sayının tapılmasını siz evdə özünüz həll edə bilərsiniz. Gəlin baxaq 7-ci suala. İndi isə biz kvadrat sayının tapılma qaydasını öyrənəcəyik. Yoldaşlar, kvadrat sayının tapılma qaydasında bir neçə fərqli həll yolları var. Sətir və sütun sayının eyni olduğu hal var, bir də fərqli olduğu hal var. Bundan başqa nömrələmə üsulu ilə də tapmaq mümkündür. İndi gəlin ilk öncə sətir və sütun sayını sayaq. 1, 2, 3, 4 dənə. 2 dənə, 3 dənə. Bizim 4 dənə sütun var, 3 dənə sətir var. Deməli, sətir və sütun sayının fərqli olduğu haldır. Onda yoldaşlar, yadınızda saxlayın. Sonuncu sütun sonuncu sətirə vurulacaq. 4 vuraq 3 üzərinə gələk. Ondan əvvəlinci sütun ondan əvvəlinci sətirə vurulacaq. 3 vurulsun 2 üzərinə gələk. Ondan da əvvəlinci sütun əvvəlinci sətirə vurulmuş olacaq. Bu qayda ilə biz kvadrat sayının tapılmasını öyrəndik. Deməli, 12 üzərinə gələk 6, üzərinə gələk 2. Bu da bərabərdir. Bizim üçün 20. İndi yoldaşlar, əgər bunu yadınızda saxladınızsa da, sətir və sütunun fərqli olduğu halda, mən sizə fərqli bir qayda öyrədəcəm. Buna deyirik ki, nömrələmə üsulu. Hər ikisindən tapa bilərsiniz. İndi hansı sizin üçün tapmaq asan olacaq, onu da yadınızda saxlayarsınız. Əvvəlcə birdən başlayırsınız. 1, 1, 1, 1, 1. Birlər tamam olduqdan sonra 2, 2, 2, 2. İkilər də olduqdan sonra 3, 3. Sonra yoldaşlar, sütun boyu yuxarıdan aşağıya qədər bunların cəmini tapacaq. 1, 1, 1. Yəni üçünün də cəmini toplayacaq, 3 eləyəcək. Sonra ikinci sütundakı rəqəmlərin cəmini tapaq, 5 eləyəcək. Üçüncü sütundakı rəqəmlərin cəmi 6 eləyəcək. Dördüncü sütundakı rəqəmlərin cəmi yenə 6 eləyəcək. Sonda yoldaşlar, bu aldığımız rəqəmləri də toplayacağıq. 5 üzərinə gələk 6, üzərinə gələk 6, 12, 15, 20. Bax, görürsünüz, hər ikisində ümumi olaraq kvadrat sayının tapılması 20 olaraq cavabda çıxdı. Deməli, yoldaşlar, istər digər yol, istər bu yol, hansı sizin üçün asandırsa da və hansı daha yaxşı yadda qalandırsa da, hər ikisindən də kvadrat sayını tapa bilərsiniz. Deməli, bu öyrəndiyimiz qayda sətir və sütunun fərqli olduğu haldadır. İndi yoldaşlar, gəl ikinci şəkilə baxaq. 1, 2, 3, 4, 2, 3, 4. Baxın, bu şəkildə isə görürsünüz, sətir və sütun sayı eynidir. 4 dənə sütun var, 4 dənə də sətir var. İndi burada necə tapacaq? Əgər sətir və sütun sayı eynidirsə də, sadəcə bunların kvadratlarının cəmini götürəcəksiniz. Onda yoldaşlar, gəlin hesablayaq. 1-in kvadratı üzərinə gələ 2-nin kvadratı. Niyə? 2-dən 2 dənədir. 3-dən 2 dənədir. 4-dən 2 dənədir. Üzərinə gələk 3-ün kvadratı. Üzərinə gələk 4-ün kvadratı. 1-in kvadratı 1 edir. 2-nin kvadratı 4 edir. 9 edir. Bu da eləyəcək 16. Bərabərdir. Deməli, 10, 26, bu da eləyəcək bizim üçün 30. Deməli, ümumi olaraq bu fiqurda biz kvadrat sayının tapılma qaydasını öyrəndik. Deməli, sətir və sütun sayı olduqda nə edəcəksiniz? Sadəcə nömrələyəcəksiniz. Sonra isə birini götürərsiniz. Kvadratları cəmini tapmış olsaq, ümumi olaraq bu fiqurda biz kvadrat sayının tapılma qaydasını öyrəndik. Umarım hər biriniz üçün faydalı oldu. Çox sağ olun, təşəkkür edirəm.